Dəyərli izləyicilər, deməli son günlər bilirsiniz ki, Mədəniyyət Nazirliyi ilə bağlı ümumiyyətlə sənətçilər tərəfindən çox sərt, kəskin, tənqidi iddialar səsləndirilir və Xatirə İslam da bildirib ki, mən Xankəndidə doğulan yeganə sənətçiyəm, konsertlərə, tədbirlərə, digər dövlət, belə deyək də, tədbirlərinə dəvət almamışam. Və 2 gündür artıq müəyyən dövlət qurumları bu sənətçini hədəf alıblar. Açıqlamalar verirlər filan. Son 1 ildə 2 dəfə dəvət eləmişik. Xatirənin 44 ya 45 yaşı var. Və bu 44 ilin hardasa 20-25 ilin oxuyur. 5 ildə də Qarabağ alınıb. Niyə son 1 ildəki statistikanı açıqlayırsınız? Bu 5 ildə Qarabağda oxumayan müğənni qalmayıb. Xankəndisi olsun, başqa yer olsun. Niyə indi bu adamı dəvət edirsiniz? Niyə az-çox sənəti olan, niyə az-çox özünə hörməti olan, ondan sonra öz o stoyka deyirlər də, öz belə o tavrın, qürurun saxlayan adamları əzməyə çalışırsınız? Bir Allah şahiddir, ən əsası isə hər kəsin vicdanı da onun Allahıdır. Mənim Xatirə ilə yaxından, uzaqdan bir əlaqəm, ünsiyyətim, filanım, dostluğum, tanışlığım, nəyim yoxdur. Hətta Xatirənin sosial media hesablarında belə dostluq elədiyi jurnalistlər başqa çevrədir, yəni mən deyiləm. Amma bu məsələyə göz yummaq olmaz axı. Niyə son 1 ili deyirsiniz? Əgər siz son 5 ildə bu adamı dəvət eləmiş olsaydınız, o 5 ilin bütün dəvətlərini siyahıya düzəldiniz. 5 ilin bütün dəvətlərini. Dəvət eləməmişsiniz, nə bilim, dövlət başçısı gedib dəvət eləməmişsiniz, yüksək rütbəli qonaqlar və s. gedib orada, belə deyək, dəvət eləməmişsiniz. İndi yəqin ki, ora kimsə bir icra başçısı filan gələndə dəvət eləmişsiniz ki, gəlin onun qarşısında çıxış edin. Bu da deyir ki, yəni mən istəmirəm, yəqin ki, şəxsi səbəbləri göstərir, amma mən dəqiq bilirəm ki, burada incilik səbəbi var. Bu birinci məsələ. İkinci məsələ. Adam öz janrında, öz yolunda, mən demirəm, hamıdan yaxşı, amma belə deyək də, Azərbaycanda sənət adamıyam, səhnə adamıyam deyənlərin 90-95%-dən daha peşəkar bir ifaçıdır. Kifayət qədər vaxtında bütün ölkənin əzbərdən bildiyi mahnıların ifaçısı olub və bu ifalar da heç vaxt xaltura ifalar olmuyor. Ən azı mən eşitməmişəm. Sənsizləmişəm vardı, digər mahnılar var idi və s. və ilə. Vaxtında niyə təqdimatını verib, məsələn, fəxrad vermirsiniz? İndi dayandırılıb fəxradları. 45 yaş var, nə vaxt düşünürsünüz verməyə? Yəni, çəliklə gəlsin 70 yaşındakı mənə fəxrad verib filan. Yəni, insanlar incik salınır. Nazirliklərin, hər qurumun özünün o lübümçikləri var da, sevimliləri var. Oradan kənar çıxmaq olmuyor. Biraz öz, nətər demək, o stoyka sözün məcbur yenə işlədəcəm. Öz o şuxluğun, nə bilim, o duruşun saxlayan adamlara qarşı da bir agresiya var. Mütləq ki, hamı belə 2 qat olmalıdır, bu vəziyyəti almalıdır ki, ondan sonra nətər deyərlər, ona qiymət verilsin. Yox. Adamın vaxtında adını verməmişsiniz. Konsertləri olub, bir daha altın cızıram. Mənim xatirədən çörəyim gəlmir, suyum gəlmir. Lazım olanda tənqid eləmişəm, lazım olsa yenə tənqid edərəm. Amma düz haqq deyilməli də. Nə bilim, biri oradan açıqlama verir, biri buradan belirləyir. Belə başa düşdüm ki, bu ölkənin bütün dərdləri, bu mədəniyyətin bütün dərdləri bu adamın üzərində bərqərardır. Və onlarla belə sənətçi var. Vaxtında çox işlər görüblər, sənətə çox pullar xərcləyiblər. Görüblər, yəni o deyil, təzdən toyxana xarış olur. Yəni adamın ən azı bir 10 ifası aylarla, günlərlə bütün insanların əzbər bildiyi mahnılar olur. Vaxtında dəyərini verərdiniz, təqdimat verərdiniz, adını alardı, fəxr adını alardı. Bu günlərdə dəvət edərdin ki, sən dövlət sənətçisisən. Türklər belə deyirlər, dövlət sənətçisi. Amma bu ölkədə dövlət sənətçisi fəxri adını, titulunu elə adamlar daşıyır ki, adam belə utanır. Niyə 2 dəfə dəvət eləmişik deyirsiniz? 5 ildə neçə dəfə dəvət eləmişsiniz? Şuşadakı konsertlərdə elə adamlar bəzən çıxış edir ki, bir də baxırsan ki, yəni, bu siyahıya ancaq
Bu adam belə göydən belə taraf gəlib düşə bilər. Başqa bir yolla mümkün deyil. Bütün bunları nəzərə alanda ölkədə gerçək sənəti olan böyük bir qism insanların narazılığı var. Hər sahədə var bu məsələlər, amma mən indi sənətdən danışıram. Sonra da saytlarda yazılar yazdırılır. Təhsil və mədəniyyət sahəsi niyə son vaxtlarla hədəf alınır, nə olur, filan olur. Özünüz görmürsünüz, niyə hədəf alınmalıdır, nəyə görə alınmamalıdır ki? Hər halda son 2-3 cümləni də deyim, bununla da bu mövzunu yekunlaşdıraq. Ola bilər, əlinizdə səlahiyyət var, bütün sahələrdə olan rəhbər şəxslərə deyirəm. Ola bilər əlinizdə səlahiyyət var, ola bilər bugün siz daha güclüsünüz. Ola bilər ki, belə deyək, bugün hətta ən qatı haqsızlığı eləsəz belə, söhbət tək xatirədən gedmir. Heç bir sənətçi, heç bir vətəndaş səsini çıxartmaya bilər və yaxud da, belə deyim də, siz üstün gələ bilərsiniz oturduğunuz o kresloların gücünə. Ancaq yaddan çıxartmayın da, yəni ən böyük hakim Allahdır və hər şeyi Allah görür. Biraz vicdanlı olun. O, öz qürurunu saxlayan adamları əzməyə çalışmayın. Bu qədər.